Kiber təhlükəsizlik mütəxəssisi olmaq istəyənlər üçün mühüm fürsət. Azərbaycan Kiber Təhlükəsizlik Mərkəzi yeni qəbul dalğasını elan eləyir. 1 dekabra qədər müraciət edənlər arasından seçiləcək 60 namizəd 6 ay intensiv kiber təhlükəsizlik təlimlərinə cəlb olunacaq. Ən əsası isə proqramı ən yüksək nəticələrlə başa vuran 5 məzun xaricdə fəaliyyət göstərən şirkətlərin birində 1 aylıq təcrübə proqramına göndəriləcək. Bəs bu imkandan necə yararlanmaq olar? Şərtlər nələrdir? İndi izah eləyirəm. Deməli belə, Azərbaycan Kiber Təhlükəsizlik Mərkəzi Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi və İsrailin Teknion Texnologiya İnstitutu ilə birgə təsis olunan Azərbaycanda yerləşən Kiber Təhlükəsizlik Məktəbidir. Proqrama qəbul edilən 60 nəfər məhz bu mərkəzdə fiziki formada 6 ay intensiv təlimdən keçir. Təlimlər səhər saat 9-dan günorta 4-ə qədər dərslər, 4-dən 9-a qədər isə praktiki məşğələlər formasında davam eləyir. Proqrama qəbul edilən və seçilmiş 60 nəfərdən biri olmaq üçün müraciətçi 3 mərhələdən keçməlidir. Birinci mərhələ bu videonun açıqlama qismində yerləşdirəcəyim linkdən keçid edib sadə qeydiyyat prosesini tamamlamaqdır. 1 dekabra qədər bu prosesi uğurla tamamlayanlar daha sonra imtahan, onu da uğurla başa vuranlar sonda müsahibə mərhələsində iştirak eləyir. İsrailli mütəxəssislərin keçirdiyi bu imtahanda namizədlərin məntiqi, analitik düşüncə qabiliyyəti, İKT üzrə bilik və bacarıqları və ingilis dili səviyyəsi yoxlanılır. Odur ki, müraciət etməmişdən əvvəl 17 yaşından yuxarı olmağınız, intermediate səviyyəsində ingilis dili bilikləri və baza İKT bacarıqlarına sahibliyiniz əsas şərtlərdir. Əgər sadalanan bu tələbləri ödəyirsinizsə, linkdən rahatlıqla qeydiyyatdan keçə və bu proqramda iştirak fürsətinə sahib ola bilərsiniz. Unutmayın ki, hər bir mərhələ üzrə yalnız ən yüksək göstəricilərə sahib şəxslər bir sonraki mərhələdə iştirak hüququ qazanır. Xüsusi olaraq qeyd edim ki, bu günə qədər mərkəzin 300-ə yaxın məzun olub və onların işlə təmin olunması üçün mərkəz xüsusi təşəbbüslər həyata keçirir. Məsələn, 4-cü və 5-ci dalğanın məzunlarının 80%-i artıq işlə təmin olunubdur. Odur ki, müasir peşə, xarici təcrübə, yüksək ixtisaslı kadr olmaq marağındasınızsa, elə indi müraciət edib bu dalğaya qoşulun. Bəlkə seçilən 60 nəfərdən, bəlkə də sonda xaricə göndərilən 5 məzundan biri elə siz oldunuz. Linki tapa bilməyənlər, sualı olanlar rəy bölməsində bizdən kömək ala bilərlər. Bu videonu isə ətrafınızda bunun IT-dən yaxşı başı çıxır dediyiniz dostunuzla bölüşməyi unutmayın. Bəlkə elə dostunuzun gələcəyini siz dəyişdiniz.